Salam, çox hörmətli izləyicilər, hər birinizi xoş gördük. Nəzərinizə çatdıraq ki, biz bugün Ağdam rayonunun Əhmədağalı kəndinə gəlmişik və Əhmədağalı kəndində 5 otaqdan ibarət olan və 40 sot məhəllənin içində yerləşən gözəl bir evlə sizi tanış edəcəm. Və gördüyünüz kimi arxa hissədə magistral yol. Demək olar ki, Quzanlıdan Ağdam şəhərinə gedən magistral yolun düz kənarında yerləşir evimiz. Hal-hazırda dəyərli izləyicilərimiz, çox vaxtınızı almayaq, keçək məhəlləmizin içində yerləşən evimizlə sizi tanış edək. Və gördüyünüz kimi məhəlləmizin ön hissəsinə daxil olduq və gördüyünüz kimi məhəlləmizin 2 ədəd darvazası var və bu darvazadan içəri daxil olduğumuz zaman məhəlləmizin daxilini sizə geniş halda təqdim eləyək dəyərli izləyicilər. Buyurun. Və gördüyünüz kimi hal-hazırda daxil olduq 40 sot ərazisi olan məhəlləmizə. Burada da darvazanı görürsünüz hal-hazırda və çox böyük bir ərazisi var dəyərli izləyicilərimiz. Və gördüyünüz kimi məhəlləmizin baş hissəsində gözəl bir tikili var dəyərli izləyicilər və bu tikili də bu məhəlləyə aiddir. Nəzərinizə çatdırım ki, magistral yolun düz kənarında yerləşir bu gördüyünüz məhəllə və bu tikili çox gözəl də bir ev var gördüyünüz kimi məhəlləmizin daxilində. Və bu tikilini yaxından sizə tanış eləyək dəyərli izləyicilər. Bu tikilidə istəsəniz heyvandarlıq üçün nəzərdə tutulmuş ictimai qurşaq kimi də fəaliyyət göstərə bilərsiniz, ferma kimi də istifadə edə bilərsiniz. Çox böyük bir tikilidir, həqiqətən çox hegemon bir tikilidir gördüyünüz kimi. Və dəyərli izləyicilər, nəzərinizə çatdırım ki, 32 metr uzunluğu, 12 metrdə enindən ibarətdir bu tikili. Bu tikilinin ön hissəsində belə bir böyük tikili var. Və bu tikildən sonra hal-hazırda gedək məhəlləmizin içində yerləşən evimizlə sizi tanış eləyək dəyərli izləyicilər. Gördüyünüz kimi tikilimizin yan hissəsində də bu cür bir tikilini tikmək üçün başqa bir ərazi var. Gördüyünüz kimi buradan istifadə edə bilərsiniz. Çox geniş bir məhəlləsi var dəyərli izləyicilərimiz. Və dəyərli izləyicilər, evimizə daxil olmamışdan öncə nəzərinizə bir məsələni çatdırım. Evimizin qazı, suyu, işığı daimidir. Gördüyünüz kimi işıq da yanır, su da gəlir. Hazır burada sanitar qovşaq üçün nəzərdə tutulmuş böyük bir çən də var. Və 4 pilləkən qalxdıqdan sonra daxil oluruq evimizin poligonuna. Gördüyünüz kimi evimizin gözəl bir çardağı da var. Belə bir sanitar qovşaq da gördüyünüz kimi dəyərli izləyicilər. Sanitar qovşağı gördüyünüz kimi tərk elədikdən sonra burada belə bir əl evi də var.